Selamun Aleyküm ve Rahmetullah. Salam, rahmetullah, barakatuhu. Sual verən soruşur ki, mən Quran oxuyuram, savabını ölüyə bağışlayıram. Nəyi düz etmirəm ki? Əgər bu olmazsa, onda cəmaət nə üçün ölünün adına həcc, ümrə eləyir, orada namaz qılır, qurban kəsir? Bəs Məkkədə hər gün cənazə namazı qılınır, deyirsiniz. Yəni, ölü eşitmirsə, bu namazlar hara gedir? Cənazə namazı ölü eşitdi, eşitmədi, onun fərqi yoxdur ki. Cənazə namazı duadır. Allahdan bağışlanmaq diləyirik. Çünki o gedir artıq axirətə, bərzəx aləminə. Gelirlər, ona cənazə qılır, yəni dua edir. Cənazə duadır. Aydındır. Amma qaldı ki, ölüyə Quran oxumaq. Biz bilirsiniz, din nədir? Allah, Rasulü və sahabələr. Onlar Quran oxumayıb baxı. Onun vaxtın, Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında adam ölürdü axı. Elə deyil. Quran oxuyurdu Yasin zat, Kəhf surəsini. Oxumurdu yox. Oxumurdu. Uyurdular, kəfənləyirdilər, cənazəsini qılırdılar, bağa bastırırdılar. Sadəcə bastıran vaxtı amma özü sakit dua eləyirdi, sakit. Hər kəs özü ayrıca. Bastırdılar və salam gedirdilər. Ölü də eşidirdi. Hələm ayaq izlərinin axırıncını, gedən axırıncı adamın ayaq izini eşidir. Amma ondan sonra eşidir, gəlməyib o barədə bir şey. Gəlməyib. Görsənir ki, dəlillər oracandır ki, ölü təzə bastırılanda eşidir. Amma ondan sonra gəlməyib. Gəlməyib. Ona görə biz qeybə aləm olduğuna görə dəlil haracandısa orada diyarım. Müqayisə eləmək olmaz. Aydındır ya. Yəni. Haram aylarda edilən günahlar ağır Həm oldu. də bilirsiniz qardaşlar, Quran oxumaq belədir ki, o kimlər ki caiz görüb alimlərdən, baxmayın, iştihad da o. Dəlil yoxdur ona, iştihad ediblər, qiyas baxımından və s. Necə həccəzada qiyas ediblər bəzi əməllərə. Onlar, yəni necə oxumağı caiz görüblər? Məsələn, sən özün oxuyursan evdə, evdə deyirsən, ya Rab, mən bu ki savab qazandım oxuduğuma görə, bunu məsələn, atam dünyasını ataba yazsın savabını. Belə caiz görüblər. Bu şəkildə hansı ki edirlər. Adam öləndə, Yasin, Zat, Xətim, bunlar hamısı bidətdir. Yəni yenilikdir, olmaz elə şeylər. Aydındır. Hətta görənlər, yəni o demək belə görüblər caiz. Kimlər ki caiz görüb, amma dəlil yoxdur ona. Bəli. Əfsəl duadır. Bəli. Haram aylarda edilən günahlar ağır olduğu kimi savabları da çox olurmu? Bu ayları xüsusiləşdirib oruç tutmaq olarmı? Haram aylarda. Gəlməyib o vardı. Haram aylarda ki, savab çox olur. Haram aylarda əsas nə üçündür? Müharibə başlamaq düzgün deyil, müharibə. Amma savab çox olur. O ayın nəsə fəziləti var, yoxdur, yox. Həmçində o aylarda zülm eləmək olmaz. Düz deyə zülm heç vaxt olmaz. Xüsusən də o aylarda. Bəli. İmanın 6 şərtinin birini inkar edənin cənazə namazı qılınırmı? İmanın 6 şərti əslində küfürdür o. Yəni kim ki məsələn mələklərə və ya axirətə və ya nəyəsə inanmırsa, ümumən o kafirdir. Amma hər halda bilirsiniz, var iman mücməl, ümumən inanır. Ümumən. O iman qəbul olunur. Amma o imanın ki təfsilatları var. Məsələn, mələklər, adam deyir ki, mən mələklərə inanıram. Ancaq məsələn, soruşsan, Cəbrail zadı ola bilsin, tanımasın. Və ya Mikail və ya adı məsələn, mələklər yazırlar, olan münkər nəkir, məsələn. Ola bilsin, bilməsin. Və ya məsələn, deyir, mən kitablara inanıram, imanın o mərtəbələri ki var. Mən peyğəmbərləri inanıram. Ola bilsin, peyğəmbərləri tanımır. Yəni, bilməməyi onun üçün yəni, üzürlü ola bilər. Çünki var ümumən iman gətirib, var təfsilat. Əgər təfsilatı bilmirsə, yəni bu qəbuldur. Ümumən qəbuldur. Aydındır. Çünki təfsilatı çoxsu bilmir. Təfsilatı bilmək üçün gərək oxuyasan. Aydın qardaşlar, əgər məsələn adam iman gətiribsə, o qəbuldur. Amma inkar edirsə, bilə-bilə bəyan olunandan sonra inkar edirsə, ona cənazə qılınmaz. Amma avamdırsa, hər halda özün çəkinə bilərsən, özün. Amma cəmaatı çəkindirmə ondan. Ciddi məhv.
Bilirsiniz qardaşlar, adı məsələn biz Məkkədə də, Mədinədə də görürük də. Hər dəfə, hər namazdan sonra cənazə olur. Məyər Məkkədə hamı namaz qılandır? Yox. Elə adam var ki, məsələn, pəncərədən Kəbə görsənir. Namaz qılmır. Hələ nə var? Kəbədə. Onlar təbii ki, öləndə hamısının cənazəsini Kəbədə qılırlar. Yəni orada ümumən qılgıram. Amma sən bilsən ki, o belədir. Yəni axirəti inkar deyib. İstəyirsən çəkin onunla. Çəkin cənazədən. Uşaq bir qadından neçə dəfə süd əmsə, o ona süd anası sayılır. Hər süd verən ana olur, ya bunda da bir qayda var. 5 dəfə, 5 dəfə. 5 dəfə uşaq əgər tutaq ki, uşaq doğulub süd, anada süd yoxdur. Tanış qadındır, qonşudur, qadındır, o da dünya uşağı gətirib və onda süd var. Aparır gündə yedizdirir, gətirib. 5 dəfə olsa o uşaq o qadının uşaqlarına artıq məhrəmdir. Hətta qızlar da onun yanında başını aça bilərlər. Evlənə bilməz çünki ona görə. Kim ki evlənə bilməz, qadın onların yanında başını aça bilər. Aynındır. 5 dəfə olsa və salam. Bəli. Tutaq ki, olur ki, belə məsələn, evləniblər, uşaqları da var artıq. Məlum olub ki, süd bacı qardaşdılar. Qalb 5 dənə uşağı olsa da, boşanmalıdırlar dərhal. Dərhal boşanmalıdırlar. Uşaqları sadəcə baxarlar da. Bəzi namaz qılan və ya qılmayan müsəlmanlar rəhbərə qarşı çıxaraq deyir ki, haqqı deyirik, zalıma boyun əymirik. Ancaq bu qarşı durmada insanlar ölür, xaos yaranır və ölkə zəifləyir. Bu halda Allah və Rasulü bizlərə necə davranmağımızı əmr edir. Məgər rəhbərə qarşı çıxmaq neysə düzəldirmi? O səhv fikirdir. Səhv fikirdir rəhbərə qarşı çıxmaq. O xavaricdən əməlidir. İstəyir cahil olsun. Cahillərin də xavaricləri var. O partiyalar zat. Onlar da xavaricdir. Sadəcə cahilcəsinə xavaricdir. Var olan dindar formaları, xavariclər. Hakimə qarşı qadağanlayıb şəriət. Çıxmaq. Müsəlman hakim istəyir adil olsun, istəyir zalım. Peyğəmbər sallallahu əleyhi və səlləm deyib baxı, elə hakimlər olacaq ki, qəlbləri şeytan qəlbi. Nə mənim yolumla keçirlər, nə Allahın yolundan, nə mənim yolumdan. Lakin sonda nə deyir? Niyə? Dedi, qulaqsın tab olun. Aydındır. Və hakimə qarşı çıxmaya heç bir faydası yoxdur. Kim çıxıb, həmişə tarix də göstərib ki, həmişə peşman olurlar. Və sonra eləsi gəlib ki, başlayıblar demək ki, kaş ki, əvvəlki olardı. Bunlar həssas mövzulardır, olmaz. Olmaz hakim barədə ümumiyyətlə danışmaq, düzgün deyil. Yəni, sadəcə bilirik ki, Allah xalqa görə, cəmaata görə hakim verir. Hakim pissə, deməli, cəmaat pisdir. Aydındır, sən istəyən hakim yaxşı olsun, cəmaat yaxşı olsun, hakim də yaxşı olacaq. Bəzi insanlar dini öz xeyrinə istifadə edir, cəmaatı aldadır. Yəni, deyir ki, narahat olma, mən namaz qılanam, qarşı tərəfdə ona inanır və işi nəsə səhv eləyir və qarşı tərəfdə deyir ki, bu da namaz qılan. Ümumən, namaz qılmağı bu işə vəsilə etmək olarmı? Olmaz, olmaz. Din ayrı, qardaşlar, insan keyfiyyətləri ayrı, insan xəssiyyəti ayrı. Yəni, bəzi insanlar dindar nəsə səhv eləyir, İslam dini. İslam dini nə işləyirsən? İslam dini ancaq yaxşılığı deyib bizə. Pisliyi çəkindirib. O, günah o insanın özündədir. Necə məsələn Avropada kimsə terror eləyir, ancaq xəstənin biri terror eləyir, yəni normal adam eləməzək onu. Normal adam geyib özünü patlatmaz. Bilirək, haram da olmaz. Və onlar nə deyir? Qərb deyir ki, İslam budur. Onların əslində o fikirlər oradan gəlir. Olmaz, din ayrıdır, bu şəxs ayrı, müsəlman ayrı. Bu məsələlərdə. Bəli. Bir çox qadın deyir ki, mirasda kişiyə 2 pay alır. Kişi 2 pay alır, qadın isə 1 pay. Bu bərabərsizlik deyilmi? Mirasda necə? Mirasda kişi 2 pay alır, qadın isə yəni 2də 1, 3də 1 məsələsi. Yox, bərabərlik. Bilirsiniz, indi biraz cəmiyyətə fikir verirsiniz, liberallıq yayılır.
Dinə də bunu salıblar. Yəni bərabərlik. Belə təbliğat gedir. Yəni hər şey bərabər olmalıdır. Hər şey bərabər ola bilməz axı. Müəyyən şeylərdə bəli, məsələn, qadınla kişi heç vaxt bərabər ola bilməz. Ola bilər savabda və s. əməldə hə. Amma belə eyni, məsələn, cinsdə və s. Çünki qadın ayrı, kişi ayrı. Təbii ki, şəriət kişiyə belə üstün edir biraz. Ona görə. Bu qadının haqlarına düşmür ki. Qadın nə üçün belə deyir? Qadına heç miras yox idi əslən. Yəni İslam qadına miras ayırdı. Qıza miras ayırıb. Miras satəli şeylər yox idi İslamdan qabaq. Bəli. Liberallıq yayılır və onlar bu saat belə çıxışlar edirlər qəribə. Yəni şəri əhkamları deyirlər, yox düzgün deyil, bu belə olmalıdır, bərabərlik olmalıdır və s. Nəinki burada, hətta ərəb ölkələrində. Qohum əgər qatı rafizə olarsa, onunla əlaqə saxlamaq olarmı? Yəni qatı rafizi əgər sahabələri söyürsə, Peyğəmbər Əhl-i Beyti söyürsə, əlbəttə yox. Kim oğlu olsun? Əlaqə saxlamayın ona. Soyuq olun. Əgər sahabələr söyürsə, Əhl-i Beyti söyürsə, salam verməyin ona. İstəyir qohum olsun. Bəli. Əhl-i sünnənin Əhl-i Beyti olan sevgisi necədir? Ümumən bizi bu məsələdə digər firqələrdən fərqləndirən əsas amillər hansılardır? Biz Əhl-i Beyti sevirik, elhamdülillah. Bizi fərqləndirən əsas o Əhl-i Beyti iddiasında olanlar, bizi fərqləndirən birinci Əhl-i Beytə baxışda. Biz elhamdülillah sevirik, müəyyən hədd qoyuruq da sevgidə, ifrata varmırıq. Nəinki Əhl-i Beyt, sahabələrdə də ifrata varmırıq. Aydındır, Peyğəmbərlərdə də ifrata varmırıq. Ən gücdə, ən çox sevmək lazımdır Allahı, sonra Peyğəmbəri sallallahu aleyhi ve sellem'i. Biz elhamdülillah Əhl-i Beyti sevirik. Həmçinin bizim onlarla fərqlərimiz, bizdə Əhl-i Beyt biraz çoxdur adam, yəni müəyyən hədd deyil. 12 və ya 14 nəfər bizdə çoxdur. Sayı heç bilinmir. Aydındır, çünki Əhl-i Beyt nəsilləndi. Peyğəmbərin nəslindən, Fatimədən, Əlidən. Onlarla bağlı. Bizdə elhamdülillah Əhl-i Beyt məfhumu böyükdür. Həm Peyğəmbər sallallahu aleyhi ve sellem zövcələri Əhl-i Beytdir. Aydındır. Biz onları sevirik. Sadəcə indi o birisi firqə, onlarda baxışlar başqadır da. Neysə. Quran-ı Kərimdə biz sözünü necə başa düşək? Biz yəni özü Allah Taala. Necə ki məsələn, qabağında böyük adam, hörmətli adam deyəm, sən ona deyirsən siz. Amma təkdir. Belə baxanda sən ona deməlisən sən. Təksən axı. Lakin deyirsən siz. Yəni, hörmət mənasında, böyük adam olduğuna görə. Həmçinin var mən və biz. Aydındır. Allah Taala hərdən bəzi yerlərdə mən deyir, bəzi yerlərdə biz. Yəni özün qəsdləyir. Bəli. Bəzi qardaşlarımız var ki, onlar ibadət əhli olsalar da hələ də cahiliyyə dövründə olan örf və adətləri dini məsələlərə tətbiq edirlər. Biz onlara sünnədən dəlil gətirdikdə isə bizimlə mübahisə edirlər. Bu cür qardaşlarımıza necə nəsihət etməliyik? Yəni neynirlər ki, yəni? Neynirlər ki? Məsələn, salam kəsmək məsələsi tək, eləyən birinci onu deyirlər şeyx. Deyirsən ki, yox, o mənim tanışımdır. Onunla müamilədə, yəni bidət əhlinə, hizblərlə. Bəli, bəli. Yəni sadəcə qardaşların çoxsu o belə hər şey bilmirlər ki, yəni şəri məsələləri. Hətta qardaşların çoxsu bilmir. Ona görə bu hizbi məsələləri, mümeyyi məsələləri çoxsu bilmir. Hətta tələbələrdən görürsən ki, dindirsən bilməyəcəyinə baş verir. Yəni bunları kim bilir, kim məşğul olur. O ki qaldı sırava qardaşlar. Eləsi var məsələn heç qarışmır, eləsi var deyir ki, nəyim olasın mən bilmirəm. Eləsi var heç bilmir, bu nə söhbətlərdir gedir. Bu mümeyyi, həddadi. Amma öyrənməlidirlər, öyrənsinlər. Çünki bu onlara aiddir, onların övladlarına aiddir. Aydındır. Öyrənməlidirlər. Siz dediyiniz təbəqə ilə sərt yanaşmalıdırlar, şeyx, yoxsa... Bilirsiniz, sərt yanaşırsan, sərt necə? Salam vermişsən, almışsan, hansılar ki o fəaldırlar, dəvət edirlər. Amma sıravlar mən keçən də dedim. Sıravlar onlar bizim qardaşlardır. Hətta tələbələrin içində hamısı adil günlər deyil ki. Elxanın düz ətrafında 2-3 nəfər var idi, onlar da dağılıb, indi biri qalıb deyəsən. O birisilər də indi biraz orada nəsə var belə şeylər, nə bilim,
Ona görə yəni olan çoxsu şey adıyla deyil tələbələrin hətta. Sadəcə indi bəziləri inciyib, məsələn, haradasa hansı qardaş sərt yanaşıb deyib, incidim, getdim olay yana. Və ya biz yaxın qoymuruq, yaxın qoysaq bəlkə də gələrlər. Aydındır. Məsələn, elə tələbələr var, çağırsam gələcək mən yanıma oturacaqlar. Aydındır. Yəni bəziləri inciyib, deyib, bizə uşaq deyib, bağça deyib, inciyib. Bu yaxşı incimirsən, gəl danışaq, lazım olsa incimirsə üzr istəyim. Bunun nə dəxli var? Burada mənhəc müharibə gedir, mənhəc söhbəti, qırğın gedir. Xavaricdən gizli formaları, əhlüsünnəyin içinə girib, sələflərin içinə cavanları oğlamaq istəyir. Siz susuzsuz, nə dedim, mən sənə demişəm ki, baxçısan sən. Baxçısan, gəl, sən üzr istəyim, deyim, yaxşı, indimizə bağışla. Yəni, bu nə dəxli var bu mənhəc söhbətlərinə? Şəxsi maraqlar dini maraqlardan üstündür. Budur problem. Aydın da ola bilər, sənin kimdən xoşun gəlməsin. Lakin əqidə mənhəc qutardı, əsasdır bizim üçün. O demək deyil, mən səndən incidim, getdim xavaricdən yanına. Bu nədir? Sən mənə görə xavaricdən yanına, mənə görə xavaricdən yanına gedmirdin. Görsən ki, adam yəni bilmir. Hələ tələbələrin içində olursun bəzində var. Heç bilmir nə baş verir. Heç maraqlanmır. Hələ də olmaz axı, düzgün deyil. Biz onlara salam verdik. Salam veririk, salam alırıq. Amma o radikallar ki, əsasları var, dəvət ilə, ədavət edirlər. Hətta onlar gizlin çəkindirirlər olar, gizlin. Aşkarda yox. Aşkarda olmaz çəkindirmək. Hətta bəzilər yazır, çay içəyiz, salam aleykum, çay içəyiz. Mən yaxın qoymuram. Yaxın qoymuram. Çünki yaxın qoysam, başqalar qardaşlarca fitnə olacaq. Çünki kimi yaxın qoysan, orucu qardaşlar, qamət qardaşın yanında deməli normaldır. Başlayacaq ona qulaq asmağa. Fitnədir. Düzəl sonra. Aydındır. Düzəl. Arxayın olaq səndən, onda sənə məsləhət görək qardaşlara. Onsa belə, mən səni necə qəbul edeyim? Aydındır. Bilirik ki, insanın doğulmamışdan əvvəl ruzisi, ömrü xoşbəxt və yaxud da bədbəxt olmasa əvvəlcədən yazılıb. Əgər birinin xoşbəxtliyi yazılıbsa, o dünyada ikən göz dəymək və yaxud da nəfsin təsiri ilə bədbəxt ola bilərmi? Yəni bunlar da yox, əgər kimə yazılırsa xoşbəxtliyi, o xoşbəxt olacaq. İnşallah. Kimə yazılıb, nə yazılıb o olacaq, qardaşlar. O yazılmaq məcburiyyət deyil. İnsan özü gedir ona. Allah seçim verib. Bəli. İnşallah axırıncı. Şalay yorulub bəsdir. Fərz namazını qıldıqdan sonra əvvəlcə zikr etmək lazımdır, yoxsa sünnət namazını qılıb sonra zikr etmək lazımdır? Yəni, fərzi qılandan sonra zikr eləyib sünnəti qılmaq lazımdır, yoxsa durub dərhal sünnəti qılıb sonra zikr etmək lazımdır? Yəni, fərzdən sonra, yox, fərzdən sonra Peyğəmbər sallallahu aleyhi ve sellem necə elə? Peyğəmbər sallallahu aleyhi ve sellem salam verəndən sonra 3 dəfə əstəğfirullah deyərdi. Allahümə entəs-səlam, minqəs-səlam. Sonra ayət-el kürsüdür, İxlas, Fələq, Naz, 33, Subhanallah, Elhamdə, Allah Ekber. Bunları eləyərdi. Bəzi zikirləri eləyərdi. Sonra qalxıb sünnəti qılardı. Sünnə budur. Bir insan tələsirsə şeyx, tələsirsə istisnalar var təbii. Tələsirsə heç, amma belə normal zikirləri elə sonra sünnəti qıl. Sünnə budur. Aydındır. Məzhəblə indi geçsək o başqa, məzhəblər fərqlidir. Amma sünnə budur. Aydındır. Suallar bu qədər şeyx. Bəs də bu qədər. Qardaşlar, Allah razı olsun. Selamun aleyküm və rəhmətullah və bərəkatuhu.